Bir dakika. Çəkil gör. Bir dakika. Çəkil qeyri-qanuni. Burada yox idi. Bu şəxslər arasında düşən söz-söhbət binanın həyətində quraşdırılan şlaqbauma görədir. Əvvəla onu deyim ki, paytaxt ərazisində yerləşən demək olar ki, əksər binaların həyətində dəmir maneələr mövcuddur. Məlumdur ki, bu qurğular avtomobil və ya digər nəqliyyat vasitələrinin keçidini idarə edən mexanizmdir. Şlaqbaumlar həmçinin ərazinin giriş-çıxışını tənzimləmək üçün istifadə olunur. Bəzi yerlərdə isə bu qurğular əksinə insanlara maneə törədir. Həmin ünvanlardan biri də Yasamal rayonu İnşaatçılar prospektində yerləşir. Deməli, bu 5 mərtəbəli binanın qarşısındakı şlaqbaum sakinlər tərəfindən yerləşdirilmişdi. Həyətin çıxışında məhdudiyyət yarandığına görə həmin dəmir konstruksiyalar söküldü. Dəmir maneələrin söküntüsünü icra eləyən 40 saylı mənzil kommunal təsərrüfatı sahəsinin sahə nəzarətçisi Atabala Əməlov dedi ki, bu dəmir maneələr sakinlər tərəfindən özbaşına olaraq quraşdırılıb. Oradan da bir dənə giriş, bunu da bağlayırlar ki, buradan maşın girməsin. Şimdi bizə tapşırıq veriblər ki, bunu təcili çıxardın, üstün zadını doldurun, yer eləyir, məsələn. Əlbəttə qanunsuzdur. Dövlətdən icazə alıb eləyəydi. Burada nə var ki? Fövqəladə hallardan rəy olmalıdır. Onlar rəy verməlidirlər. Bina sakinləri dəmir maneələrin yerindən çıxarılmasını narazılıqla qarşıladı. Üstəlik aparılan söküntü işinə mane olmağa çalışdı. Onların sözlərinə görə şlaqbaumlar bina ərazisində kənar maşınların saxlamaması üçün yerləşdirilib. Sakinlər öz evinə, xanımlar kalyaska ilə öz evinə gedə bilmir. Baxın nədir bu? Baxın bu piyada yoldur. Baxın piyada yolu belə bağlayırlar. Sonra maşın yolu. Biz burada buranı bağlamamışıq. Həyata keçirilən hadisələri narazılıqla qarşılayan sakinlər yenidən şlaqbaumların bura qoyulması üçün müvafiq qurumlara müraciət edəcəklərini bildirdilər. Göründüyü kimi bu qurğular kimlərəsə görə kiçik görünə bilər. Ancaq məsələnin digər tərəfi də var. Belə ki, binanın giriş-çıxış hissəsindəki şlaqbaumlar yanğın söndürən maşınların, ambulansın keçməsini mümkünsüz eləyir. Nəticədə bu operativ nəqliyyat vasitələri kiminsə həyatını xilas etmək üçün getdiyi mənzil başına gec çatır. Bunu nəzərə alanda xoşagəlməz hadisələr qaçılmazdır. Qeyd edək ki, bugün binaların giriş hissələrinə şlaqbaumların quraşdırılmasına Fövqəladə Hallar Nazirliyi nəzarət eləyir. Bəs bu qurğuların yerləşdirildiyi yerlər təhlükəsizliyə cavab verirmi? Təəssüflə qeyd etməliyik ki, bəzi hallarda müxtəlif konstruksiyalar və şlaqbaum tipli avtomatik çəpərləmə qurğularından istifadə etməklə yolun hərəkət hissəsinin məhdudlaşdırıldığı halları tərəfimizdən müşahidə olunur. Operativ nəqliyyat vasitələrinin, o cümlədən yanğınsöndürmə avtomobillərinin sərbəst hərəkət və manevr imkanlarına mane olduğu üçün qaydalarla bu növ fəaliyyət qadağan olunur. Bu cür pozuntu hallarına yol verən şəxslər barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət tədbirləri nəzərdə tutulur. Hər halda rəsmi qurumların, xüsusilə Fövqəladə Hallar Nazirliyinin əməkdaşının açıqlamasını eşitdiniz. Yerli mənzil kommunal istismar sahələri heç bir halda binaların girişinə qoyulan maneələrə icazə verməməlidir. Düzdür, əksər hallarda icazə verilən binaları da görürük. Amma Nazirliyin rəsmisi Əlibala Əlizadənin də dediyi kimi, bu cür hərəkətlər, yəni binaların giriş və çıxışlarına sakinlər tərəfindən qoyulan maneələr yol verilməzdir. Çünki baş verə biləcək hər hansı bədbəxt hadisənin qarşısı məhz bu maneələr səbəbindən alınmaya bilər. Odur ki, hər kəs qanuna əməl etməlidir. İstər sakinlər, istərsə də vaxtilə şlaqbaumun qoyulmasına göz yuman ərazi üzrə aidiyyəti şəxslər. Nigar Namik, Azər Qarayev, Real.